İndi isə uşaqlar keçid alırıq ikinci başlığımız elektromaqnit dalğalar. Elektromaqnit dalğalar nədir? Ümumiyyətlə elektromaqnit dalğalarda biz mexaniki dalğalarda öyrəndiyimiz bir neçə düsturdan istifadə edirik. Biz mexaniki dalğalarda öyrənmişdik ki, dalğanı xarakterizə edən əsas kəmiyyətimiz dalğa uzunluğudur. Lambda. Lambda bərabərdir V vurulsun T şəklində ifadə edirdik. Bəs burada necə olacaq uşaqlar? Artıq burada adi sürətdən söhbət aça bilmərik. Burada sürətimiz olacaq işıq sürəti. Çünki elektromaqnit dalğaları işıq sürəti ilə yayılır. Ona görə də biz burada V-nin yerinə S yazırıq. S vurulsun T və yaxud da S bölünsün N ifadəsindən istifadə edə bilərik. Yenə də T-nin yerinə 2pi kök altında LS yaza bilərik. Lambda bərabərdir. S vurulsun 2pi kök altında S. Uşaqlar, vacib məqamımız nədən ibarətdir? Bax, buna çox diqqət yetirmək lazımdır. Bəzən uşaqlar yanlış anlayırlar. Bu S ilə ixtisar aparırsınız uşaqlar. Bu S nədir? Bu bizim sürətdir. Bu isə tutumdur. Bir sözlə bunları qarışdırmaq qəti şəkildə olmaz. Uşaqlar, Rex kondurunda kondensator boşalarkən onun enerjisi sarğaca ötürülür. Yəni əvvəlcə kondensator maksimal idi, sarğac isə 0 idi. Kondensator boşalır, keçir deməli enerji sarğaca, elektrik sahəsi maqnit sahəsinə çevrilmiş olur. Kondensatorda keçərkən sarğacda toplanan maqnit sahəsinin enerjisi ötürülür. Maqnit sahəsi elektrik sahəsinə bu səfər çevrilmiş olur. Yəni bu belə bu formada dövr edir, bir-birinə qarşılıqlı çevrilir. Rəqs konturunda elektromaqnit rəqslərinin fəzaya yayılmasına biz deyirik elektromaqnit dalğa. Deməli, rəqsin fəzada yayılmasına biz elektromaqnit dalğa deyirik. Elektromaqnit dalğanda dediyim kimi özünə məxsus düsturlar var idi. Məsələn, mən yuxarıda lambda bərabərdə 2pi S vurulsun 2pi kök altında LS yazdıq. N-nin ifadəsinə baxsaq, uşaqlar, dalğanın yayılma tezliyidir bu. Deməli, N-nin 1 bölünsün 2pi kök altında 1 böl LS yaza bilərik və yaxud da L, S-nin yerinə epsilon 0 S bölünsün D ifadəsindən də istifadə edə bilərik. Yüksək tezliyi ilə elektromaqnit dalğasını almaq üçün biz burada konturlardan istifadə edirik. Fikrin uşaqlar, burada deyir ki, yüksək tezliyi ilə elektromaqnit dalğası almaq üçün biz konturu açırıq. Niyə konturu açırıq? Niyə bu şəklə saldıq konturu? Çünki baxın uşaqlar, aradakı məsafədən düz mütəmsil asılıdır. Yəni bunlar nə qədər bir-birinə uzaq yerləşsələr, aradakı məsafə nə qədər çox olsa, bu zaman bizim tezliyimiz daha böyük olacaq. Tezliyin də daha böyük olması o demək ki, elektromaqnit dalğaları daha yüksək tezlikli olur və daha uzağa yayılmış olacaq. Uşaqlar, dalğalardan danışmışkən elektromaqnit dalğalarının özünə məxsus xassələri də var. Həmin bu xassələrdə biz nəyə baxırıq? Elektromaqnit dalğaları ümumiyyətlə enli dalğadır. Enli dalğa biz bilirdik ki, enli dalğalarda uzunlu dalğalar paralel yerləşən dalğalar idi. Enli dalğalarımız isə perpendikulyar dalğalar idi. Uşaqlar, burada 3 dənə kəmiyyətə baxırıq. Elektrik sahəsinin intensivliyinə, maqnit sahəsinin induksiya vektoru, bəzən buna maqnit sahəsində intensivliyi deyilir. Bir də dalğanın yayılma sürəti. Bunların hər üçü bir-birinə perpendikulyar yerləşir. Uşaqlar, qarşılıqlı istiqamət burada sağ yevli burğu qaydası və yaxud da sağ əl qaydası ilə tapılır. Sağ əl qaydamız necədir? Həmişə yadda saxlayın. Bizim sağ əlimizi elə tuturuq ki, 4 barmağımız Y-dən B-yə doğru istiqamətlənsin. Y-dən B-yə doğru istiqamətlənəndə 4 barmağımız, bu zaman bizim baş barmağımız artıq sürətin istiqamətini göstərmiş olacaq. Yəni burada sadəcə diqqətli olmaq lazımdır. Y və B vektorları əgər perpendikulyar yerləşirsə, hər halda ki, bunlar arasındakı bucaq 90 dərəcədir. Yəni bunlar eyni fazada hərəkət edirlər. Delta pimiz 0-a bərabərdir. Eyni fazalı hərəkətimizdir. Eyni formada da davam edir. Elektromaqnit dalğaları həm vakuumda yayıla bilər, həm mühitdə yayıla bilər. Çünki biz bilirik ki, elektrik dalğalar vakuumda yayıla bilmir, mexaniki dalğalar vakuumda yayıla bilmirdi, amma elektromaqnit dalğalar həm vakuumda, həm də mühitdə yayıla bilir. Sürətin ifadəsini bayaq yazmışdıq, S ilə ifadə olunurdu. Sürətin özünə məxsus düsturunu istəsək, sürətimizin düsturu S bərabərində 1 bölünsün epsilon 0 mu 0 formasında olur.
Təbii ki, biz bilirik ki, işıq sürəti 3,38 metr bölünsün saniyə sürətinə də yayılır. Daha sonra nəyə baxırıq? Bu ifadələrə biz orada baxdıq. Bunlara da bayaq baxmış olduq. Bir də nəyi nəzərə yetirmək lazımdır? Birinci, elektromaqnit dalğaları vakuumda işıq sürətində yayılır. Bu birinci şərtimiz. İkinci şərtimiz də elektromaqnit dalğaları mühitdə yayılma sürəti mühitin xassələrindən asılıdır. Zaten mühitin xassələrindən asılı olmasını da biz bu düsturdan görmüş oluruq. Soruşa bilərsiniz ki, bəs müəllimə, niyə mexaniki dalğalar mühitdə yayılırdı, vakuumda yayıla bilmirdi, amma elektromaqnit dalğalar isə həm vakuumda, həm də mühitdə yayıla bilər? Uşaqlar, elektromaqnit dalğalarının vakuumda yayıla bilməsinin səbəbi ondan ibarətdir ki, burada zərrəcikdən zərrəciyə ötürmə mexanizmi işləmir artıq. Ehtiyac yoxdur buna. Zərrəcikdən zərrəciyə ötürmə mexanizmi nə idi? Biz deyirdik ki, mexaniki dalğalarda, məsələn, bizim ağız boşluğumuzdan hava çıxırdı və həmin o hava havadakı molekullarla, havadakı molekullarla toqquşurdu və zərrəcikdən zərrəciyə ötürülə bir-birini titrədə gətirib bizim qulaq pərdəmizi titrədirdi və biz də bilirdik ki, artıq səsi eşitmiş olurduq. Artıq qulağımızdan beynimizə siqnal gedirdi ki, burada səs yayıldı. Yəni, məsələ nədən ibarət idi? Zərrəcikdən zərrəciyə ötürülmə var idi. Amma elektromaqnit dalğalarda artıq biz bu söhbətdən bəhs eləmirik. Zərrəcikdən zərrəciyə ötürülmə deyə bir şeydə baxmırıq. İndi isə biz 12-ci başlığa baxırıq. Artıq radio rabitədən danışırıq. Radio rabitə nədir? Biz burada deyirik ki, informasiyanın səsi və yaxud da təsviri elektromaqnit dalğalar vasitəsilə qəbul eləmək və yaxud da göndərməkdən danışacağıq. Radio verici stansiyada nələr var? Mikrofon, transformator, rəqs konturu, generator və verici antena var. Mikrofonun daxil olan səsi, alçaq tezlikli səsləri elektromaqnit rəqsə çevirir. Transformatorda artıq dolaqlarda artıq ötürülmə baş verir. Elektromaqnit rəqsləri ötürür digər tərəfə. Rəqs konturu yüksək tezlikli rəqsləri istehsal edir. Generatorda yüksək tezlikli rəqslər səs tezlikli rəqslərlə modullaşır, modullaşma baş verir. Verici antenada isə modullaşmış rəqslər rəqs konturunda güclənəndən sonra qəbul edilir və fəzaya buraxılır. Uşaqlar, alçaq tezlikli elektromaqnit rəqslər bu şəkildə ifadə olunur. Yüksək tezlikli rəqslər isə şəkildə görünür. Nədir bu? Biz danışırıq. Bu zaman uşaqlar, səsimiz mikrofona getdi. Düzdür? Bu səs alçaq tezlikli səsdir. Bu zaman generatorda yüksək tezlikli elektromaqnit rəqslər istehsal edəcək. Bəs sonra nə olacaq? Artıq generator dolaqlarda ötürərək bizim alçaq tezlikli səslərimizlə yüksək tezlikli elektromaqnit rəqsləri bir-biri ilə birləşdirir. Bu zaman modullaşmış rəqsləri əmələ gətirir ki, həmin modullaşmış rəqslər həm daxilində alçaq tezlikli rəqslər var, həm də yüksək tezlikli rəqslər var ki, onlar da bir-birindən modullaşır və fəzaya ötürülür. Verici antenalar vasitəsilə fəzaya ötürülür. Biz burada əsas nəyə baxmalıyıq? Mexanizm. Ən önəmli olan mexanizmdir. Mexanizmdə biz nəyə görürük? Uşaqlar, burada qəbul edici antenanı görürük. Buradan rəqslər, deməli, dalğalar qəbul olundu. Daha sonra burada rəqs konturunu görürsünüz uşaqlar. Rəqs konturu bir tərəfi sarğac, bir tərəfi isə dəyişən tutumlu kondensatordan ibarətdir. Niyə dəyişən tutumlu kondensatordan ibarətdir? Uşaqlar, burada 2 dənə kondensator var. Biri buradadır, biri isə buradadır. Uşaqlar, birincisi bu dəyişən tutumlu kondensatordur, digəri isə sabit kondensatordur. Dəyişən tutumlu kondensator həmişə yadda saxlayın ki, sarğacın yanındadır. Sarğacın yanında olmasının məsələsi nəydən ibarətdir? Biz bilirik ki, tezliyin düsturu 2pi, 1/2pi, kök altda 1/LC LC-dən ifadə olunur. Uşaqlar, burada həm L-imiz var, həm C-imiz var. Görürsünüz, həm L, həm C var. Yaxşı. Bəs niyə dəyişən burada istifadə olunur? Çünki biz C-ni dəyişməliyik ki, tutum dəyişsə, bu zaman tezliyimiz də dəyişmiş olacaq. Biz deyirik ki, dəyişən tutumlu kondensatordan burada ona görə istifadə edirik ki, ümumiyyətlə rəqs konturunun burada fəaliyyət səbəbi ondan ibarətdir ki, biz burada kökləməkdən istifadə edirik, köklüyürük. Sanki o radionu kökləmək, yəni onu həm deməli
kanal dəyişmək üçün tezlikləri dəyişmək lazımdır. Ümumiyyətlə, şüalar, rəqsləri tutan, qəbul edən bizim antenamızdır. Rəqs konturunda deməli rəqsləri ayırır. Tezliyinə görə onları müxtəlif formada ayırır. Məsələn, biz kanalları dəyişir, tezliyinə görə fərqli-fərqli kanallarda fərqli-fərqli səslər gəlir. Sanki belə yadda saxlaya bilərik. Sonra görürsünüz burada diodumuz var. Diodu detektor. D kimi yadda saxlaya bilərsiniz. Bu diodu onsuz da yarım keçiricidən həmişə yadınızdadır. Bu söz yaddan çıxmır. Biraz detektor sözü yaddan çıxır. Həmişə yadda saxlayın. Burada bir dənə D var. Başqa D ilə başlayan nəsə yoxdur. Ona görə də detektor ilə diod eyni şeydir. Detektor burada nə edir uşaqlar? Rəqs kontur tərəfindən seçilən rəqsi təhvil alaraq detekte edir. Yəni digər tərəfə sanki ötürür. Buradan təhvil alır, digər tərəfə ötürür. Belə də yadda saxlaya bilərsiniz. Sonra bax bu bizim hamarlayıcı kondensatorumuzdur. Hamarlama işinə baxır, sanki ütülüyür onu, süzgəc rolunu oynayır orada. Daha sonra da gücləndirici, səs gücləndirici və ya da telefon deyə bilərik buna, səs ucaldan deyə bilərik. Səs ucaldandan isə ona görə istifadə edirik ki, daxil olan səs tezlikli elektromaqnit rəqsləri səs siqnallarına çevirə bilir. Uşaqlar fikir versək, yüksək tezlikli rəqslərin, alçaq tezlikli rəqslərin birləşməsində biz modullaşma demişdik. Bunlar birləşib. Detekte olunmuş rəqslər nə deməkdir? Detekte olunmuş rəqslər o deməkdir ki, uşaqlar görürsünüz, detektor nədir? Diod, yəni bir istiqamətdə çevirirdi də, düzdür, bir istiqamətdə keçirə bilirdi. Eyni yarım keçiricidə olduğu kimi. Uşaqlar fikir verin, yuxarı istiqaməti ötürüb, aşağı istiqaməti isə yoxdur. Yəni bir istiqamətdə yönəldi, belə də yadda saxlaya bilərsiniz. Və yaxud da onu da deyə bilərik ki, burada detekte olmuş rəqslər o deməkdir ki, yalnız insan qulağının eşidə biləcəyi rəqslərdir. Yəni aşağı rəqsləri biz eşitmək, insan qulağının eşidə biləcəyi rəqslər 16 Hz ilə 20 Hz arasında olan deməli səs dalğalarıdır ki, biz onları eşidə bilərik. Hamarlanmış süzgəcdən keçirilmiş səs tezlikli rəqslərimiz isə artıq bizim eşitdiyimiz sondakı rəqslərimizdir. Radiolokasiya nədir uşaqlar? Biz bunu sanki o əks etmə, səsin əks olunması kimi, o yarasa mövzusundakı kimi yadda sala bilərik. Deməli, radio dalğanın köməyi ilə müxtəlif obyektləri aşkar eləmək olur. Yəni o həmin səsi biz göndəririk, gedir və geri qayıdır. Bu zaman onda o obyektə qədər olan məsafəni biz necə taparıq? S bərabərdir ST bölünsün 2 eyni oxşuyur. Dənizin dibinin göndərilən, dənizin dibinin hündürlüyünü, dərinliyini ölçmək üçün biz nə edirdik? S bərabərdir VT bölü 2 ifadəsini istifadə edirdik. Burada da ST bölünsün 2 ifadəsi də eyni məqamı daşıyır. Elektromaqnit dalğasının enerjisinə baxsaq, şüalanma selinin sıxlığı i ilə işarə olunur. Ümumiyyətlə biz ən birinci gücün ifadəsinə baxsaq, gücün düsturu pis düsturundan istifadə edirdik. S-in yerinə 4 dənə pi kvadrat yazırıq. Uşaqlar, buradan i-ni tapsaq, i bərabərdir p bölünsün S. Birbaşa bu düsturu öyrənmirik. Deməli, pis düsturundan i-ni tapırıq, olur p bölünsün S. Uşaqlar, p nədir? Gücdür. Gücün düsturu nə idi? Biz deyirdik ki, güc bərabərdir A bölünsün T-yə. Və yaxud da A-nın da yerinə delta W yaza bilərik də. Enerji dəyişməsi də bizim işə bərabərdir. Bölünsün T şəklində yazsaq, onda mən aşağıdakı S-imiz qalar. Yuxarıda delta W bölünsün T şəklində də və yaxud da W-siz də yazmaq mümkündür. Çünki zaten bizə enerjini vermiş olur. Yəni bir sözlə bir dənə düsturu bilməklə digər düsturu da buradan almış oluruq. Bir də var enerji sıxlığı. Enerji sıxlığı da təbii ki, kiçik W bərabərdir. W bölünsün həcmdir. Həcmdən ifadə olunur. Daha sonra uşaqlar, elektromaqnit dalğasının şkalalarına baxırıq. Bir də onu da deyim ki, selin sıxlığı nü-nün 4-cü dərəcəsindən, lambdanın isə 4-cü dərəcəsindən tərs mütənasib, nü ilə isə düz mütənasib asılıdır. Bir də elektromaqnit dalğanın şkalasını öyrənmək lazımdır. Burada da şkalada biz bu qədər sözü yox. Təbii ki, biz bilirik ki, hansı ifadədən istifadə edirdik? R, I. Rigordan istifadə edirdik. Sağa getdikcə biz deyirdik ki, ən böyük şüal, deməli, zərərli şüalar nə idi? Qamma şüalardı. O divardan belə keçə bilirdi. Yəni insana nə edirdi?
tez təsir edirdi. Onda biz deyə bilərik ki, sağa getdikcə tezlik tez təsir edirsə, tezlik nə olur? Sağa getdikcə tezliyimiz artır. Tezliyin əksi olan ifadəmiz nə idi? Lambdamız isə azalır. Təbii ki, lambda azalırsa v-miz, yəni s-miz də azalmış olacaq. Uşaqlar, önəmli olan nədir? Yenə də dediyim kimi, bunu bilməliyik. Radio dalğamızdır. Bu radio dalğa, infraqırmızı şüalanma, görünən işıq, ultra bənövşəyi, bu bizim rentgen şüalarımızdır, bu isə qamma şüalarıdır. Burada əlavələr verilib. Ən birinci radio dalğalardan baxırıq. Bir də burada görürsünüz uşaqlar, qırmızı, narıncı, göy, mavi və sair verilib. Bu zaten görünən işığın daxilində olur. Görünən işığın daxilində biz dedik, qara nənə sarı yubqanı modda görüb bəyəndi. Yəni sağa getdikcə yenə də nə olacaq? Nümüz artacaq, lambdamız isə azalmış olacaq.